bölgədə apardığı arxeoloji tədqiqat işləri təbii ki, Azərbaycanda Albanşünaslıq elminin inkişafına öz uğurlarını verəcəkdir. Ərazidə Alban tarixini araşdıran və öyrənən araşdırmacılar, antropoloqlar, bərpaçı rəssamlar da dəstənin tərkibində iştirak edirlər və burada biz əldə etdiyimiz sümük materialları əsasında aparacağımız DNT analizləri və radiokarbon analizləri təbii ki, dövrün ictimai-siyasi, dini mənzərəsini yaratmaqda bizə çox böyük yardımcı olacaqlar. Bu barədə kifayət qədər danışmaq olar. Hələ ki, arxeoloji qazıntılar davam edir. Yəqin ki, arxeoloji qazıntıların sonunda da biz uğurlu bir birlikdə bir seminar keçirməyə nail olacaq və fikir mübadiləsi aparmağa imkan yaranacaqdır. Çox sağ olun, Aynur xanım. Bu qədər. Şamil, zəhmət olmasa elmi əhəmiyyəti haqqında qısaca vurğulaya bilərsiniz və o həmin nekropolların Gədəbəydə olan zəhmət olmasa qısaca da olsa çox maraq doğurdu. Mən onu qeyd edim ki, Azərbaycanda Alban mədəni irsinin öyrənilməsi baxımından müəyyən qədər uğurlu addımlar atılıb. Xüsusilə də Mingəçevirdə aparılan 40-cı illərin sonu, 50-ci illərin əvvəllərində Qafqaz Albaniyasının qəbr abidələri öyrənilməsi baxımından kifayət qədər məlumatlar əldə edilib. Daha sonra Bakı, Tbilisi, Ceyhan və Cənubi Qafqaz boru kəmərlərinin çəkişi zamanı Kəmərlər dəhlizində həmin dövrlə aid çox maraqlı küp qəbirləri, taxta qutu qəbirlər araşdırılıb öyrənilmişdir, katakomba qəbirlər öyrənilmişdir. Lakin institutun hal-hazırda bu ərazidə apardığı arxeoloji qazıntılar kompleks xarakter daşıyır və bu böyüklükdə, bu həcmdə, bu qədər geniş bir areala malik indiyə qədər həmin dövrə nekropol tədqiq edilməyib. Tədqiqatlarımızın uğuru nədən ibarətdir? Hal-hazırda Qafqaz Albaniyasında erkən xristianlıq dövrünə aid olan qəbr abidələr tədqiq edilir və qəbirlərdə dəfn adətləri çox maraqlı olur. Ümumi cəhətlər izlənsə də fərqli nüanslar vardır. Arxeoloji avadanlıq az miqdarda da olsa aşkar edilir və bu da həmin dövrdə Qafqaz Albaniyasında mədəni iqtisadi əlaqələrin, ticarət münasibətlərin inkişaf haqqında müəyyən qədər bilgi əldə etməyə imkan verilir. Və işin ən uğurlu məqamlarından biri də ondan ibarətdir ki, antropoloji təhlillərə geniş yer verilir. Dəfn olmuş insanların antropoloji tipi müəyyənləşdirilir və onlardan xeyli nümunələr götürülür. Bu nümunələr Tibb Universitetinin elmi laboratoriyalarında analizi üçün götürülür. Eyni zamanda gələcəkdə bunun üzərində radiokarbon və DNT analizlərinin aparılması üçün istifadə ediləcəkdir. Aynur xanım, bu qədər. Aydın Şamil, belə başa düşdüm, həmin deməli kurqanlarda o qəbir abidələri onların milli adət-ənənələrini, yaşama prinsiplərini yəqin özündə əks etdirir də, yəni belə anlama gələndə. Təbii, tamamilə doğru. Aydındır. Yəqin hələ davam edər, bitməz. Hər halda tədqiqat işləriniz yekunlaşmaz hələ ki. Yaxın vaxtlarda biz bu ərazidə arxeoloji tədqiqatların birinci mərhələsini bitirəcəyik. Sonraki mərhələdə isə ikinci mərhələdə işlərimizin davam etdirilməsi planlaşdırılır. Aydındır. Çox sağ olun Şahin müəllim. Sizə xüsusi təşəkkür edirəm ki, dəvətinizi qəbul etdiniz. Geniş və ətraflı şəkildə məlumat etdiniz. Çox sağ olun vaxt ayırdığınız üçün. Buyurun. Sizə sağ olun. Bir daha minnətdarlığımı bildirirəm hamıya və seminarın gelişinə uğurlar arzulayıram. Təşəkkür edirəm Şahin müəllim. Həqiqətən də mən arxeoloqlarımıza çox xüsusi təşəkkür edirəm ki, həmin ərazilərdə mən istidə onların şahidi oldum ki, yəni bu yaxında Şəmkir rayonunda arxeoloji tədqiqatlarda canlı iştirakı oldum ki, o şəraitdə onlar arxeoloji tədqiqatlar nəticəsində maddi mədəniyyət nümunələri əldə edərək doğrudan da hər bir eksponatın üzərində onun olan təsnifatı, tarixi bizim necə deyim, Azərbaycanın qədim zəngin tarixini özündə əks etdirir. Həqiqətən bu bir qürur vericidir və öz arxeoloqlarımıza xüsusi təşəkkür edirəm həqiqətən də. Çox sağ olun. Var olun. Günay müəllim, sözü sizə verirəm. Digər hörmətli qonaqlarımızı təqdim edərdiniz, zəhmət olmasa. Из Кыргызстана замдиректор, из Кыргызстана заповедника Алмазбеков. Çox sağ olun. Sağ olun Aynur xanım. Günay müəllim də əziyyətin həqiqətən də əvəzsizdir. Çox sağ olsun ki, bizə dəstəkçi olur, biz gənclərə kömək edir. Çox sağ olun Günay müəllim.
olun. Из Угротова. Кыргызстана. Здравствуйте. Здравствуйте. Добрый день. Я так поняла, что у вас тоже есть слайд, да? Вы будете нам показывать этого слайда, да? Султан Абдрахманов, Өзгө мамлекеттик тарыхый маданий музей коругунун директору. Менин артымда Алмаз Анарбаев oturат. Salam, hoş Direktörden gördük ortaya- adınızı. Teşekkür ederim ki dəvətimizi qəbul etdiyiniz üçün. Çox sağ olsun, Günara Məmmədov vasitəsi oldu bizə. Buyurun. Biz bugün ras Azerbaycan, Kazak bir tuğanlar менен biz çoğu süйлöşüp жаткандан кийин biz özümüzdün babalarımыздın tilinde men sözdü başlap bereyин dedim. Sebebi Türk dili ata babalarımızdan algan ulуу dil. Бардығыбыз бири-бирибизди түшүнүп турабыз. Азыр биз археолог боордошубуздун да сөздөрүнүн көбүн түшүндүк. Сиздикин дагы түшүнүп атабыз, Айнур айым. Өзүбүздү кыйнабай, азеретче, казакча, кыргызча сүйлөшө берсек дагы биздин бул жерде эч ким муну жок дебейт. Өзгөн мамлекет тарыхый маданий коругу же болбосо Өзгөн шаарынын 3000 жылдан ашык тарыхы бар, чоң байыркы шаар. Мен атайын акырын сүйлөп атам сиздерге түшүнүктүү болуш үчүн. Ал эми Өзгөн мамлекеттик тарыхый маданий музей коругунун тарыхы бизде Караханиттер мамлекетинин династиясынын Батыш Караханит мамлекетинин түштүк борбору болгон чоң борбор шаар болгон. Бул жерде бүгүнкү күндө ошол Караханит мамлекетинен калган мунара, күмбөздөр бул жерде сакталып калган. Азыр ошол Өзгөн музей коругу жөнүндө, Өзгөндүн тарыхы жөнүндө расмий тилде, тагыраак айтканда орус тилинде биздин тааныштыруучубуз Абдыкерим аке сиздерге тааныштырат. Konferensiyaya ilgili kaalayım. Biz təşəkkür edirik sizə. Bugünkü gündə bizim yəqin ki sənədlərimiz də gedib Nazirliyə. Bizim sizinlə memorandumumuz da olacaqdır. Bizim fəaliyyətimizdə, uğurlarımızda irəlidə biz uğurlarımız bol olsun. Sağ olun, minnətdarıq. Davam olsun. Çok sağ olun. Уважаемые Yekin коллеги, fikirleri. здравствуйте. Чтобы всем понятно было, мы решили это объяснить на русском языке. Пожалуйста. Наш город, хоть и провинциальный маленький город, но очень большой историей. Здесь, в городе Узген, были в свое время похоронены великие династии Караханидов, начиная от Насырхана, кончая до родных братьев и сестр Султан Бабура. Если в Средневековье город Узген был один из мегаполисов Средней Азии, нынче сейчас это наш город, районный центр, населением чуть больше 60 тысяч населением. Следующий, да? Вот город Узген. Узген – это узел Великого Шелкового пути. Это в Средневековье от Аравии с запада, с востока с Китая, через Узген шли этот великий узел Шелкового пути. И китайские историки писали в Средневековье, если в Аравии или в Китае были морские порта, а в Средней Азии был сухопутный порт, город Узген. Так как это столица западного Караханида и Великий Шелковый путь, в то время очень развитый город был. И в городе Узген были такие учебные заведения, как медресе. Были больше 50 работали бани, то есть хамамы. А после разрушения Чингисхана 1211 года Узген стал маленьким кишлаком. Во время Султан Бабура это город Узген стал и потерял все это статусы, стал маленьким аилом. А нынче Узген это статус центра района. Да. Город Узген в свое время был важнейший торгово-культурный пункт Великого Шелкового пути.
с востока, с Китая через Кашгар попадали в Узген. С Узгена через Ош, Узбекистан, Туркменистан, Иран попадали в Аравию. Наоборот, с запада, с Аравии через Иран, Туркменистан, Узбекистан попадали в Узген, а с Узгена через Кашгар, это Восточный Туркестан, попадали в Китай. Поэтому Узген во время Шелкового пути был очень развитый город. Путешественники и географы правители оставшиеся письменные сведения об истории города Узген в средние века. Ибн Хаукаль, Аль-Мукаддаси, неизвестный Аль-Сахри, Якут Самали, Джемаль Кашгари, Захир Ад-Дин Бабур. Многие оставили свои это, вспоминания в письменном виде. Даже возьмите, Джемал Кашгари писал, что город Узген имел то есть три читателей, которые курганом этот окруженные. Это средневековые эпитафические камни города Узген. Это эпитафические камни были от имамов города Узген. Те, которые 500, 600, 700, 800, 900 лет тому назад в Узгене работали имамами. И их это, в могилах это эпитафические камни. Один из первых исследователей города Узген с времен Российской империи был Алексей Федченко. Алексей Федченко отметил наличие в городе Узген архитектурных памятников, обратил внимание на их художественные ценности. А Николай Цеверцев в конце XIX века описал Узгенский башенный минарет как самостоятельный архитектурный памятник. А Веселовский и Флоренский по итогам археологических наблюдений высказали предположение о значении Узгена как крупного городского центра. Сербина Крамаренко впервые провел систематический научный анализ города, архитектурного комплекса города Узген. Экспедиции реставрации 1920-30-х годов были работы среда с комиссариата мастерских наркомпроф РСФСР. Ключевую роль сыграли самаркандские мастера Акрам Умаров и Шамсудин Гафуров. Самовольная реставрация минарета привела к утрате элементов первоначального архитектурного облика и части ценной научной информации. Это было в 1923 году. В 1924 году экспедиция Труком по изучению Узгенского комплекса Денеги, Рахими, Засыпкин, Красников историко-археологические исследования провели. В 1927 году масон провел ремонтные реставрационные работы и реконструировку, осмотр зафиксировано 28 мусульманских надгробий XI-XIV веков на 4 кладбищах города Узген. Надписи уточнил Якубовский. Раскопки Бештама, гипотеза о городе Даван. Исследование 41, 44, 45 годов планировалось как подготовительный этап к широкомасштабным раскопкам. Изначально считалось, что в Узгене существует одно из центральных городища, но впоследствии было выявлено еще два. В 1944 году установлено средневековый Узген, крупный городской центр, разделенный на 3 самостоятельных Шахристана. Уточнена топография города. Гипотеза города Ю, государства Тувань. Бештам связывал городище Узген с древними городами Ю, эпохи династии Хань. Стратегическое положение на реке Крадаре, отсутствие сопоставимых по масштабу городищ, восточные культурные слои 2-1 веков до нашей эры. Более поздние археологии не найдено таких слоев. Предложили иную схему деревни Даванский город. Это Шарабашак, позднее переместившийся выше по течению, превратившийся в средневековый Узген. Ириналиев и другие исследователи отмечают, что поселения здесь существовали уже около 2100-2300 лет тому назад.
В Узгене, да, Послевоенные, да. послевоенные раскопки 1953-1954 годов, археология города отряд кыргызской экспедиции продолжил исследование городища. Савелина выявила на юго-западной части Ортакургана 4 культурных слоя жилой застройки 11 начала 13 века. Это позволило научно обосновать положение города Узгена как одного из крупнейших средневековых городских центров Средней Азии. В 1954 году Заднепровский уточнил, Узген состоял из 4 шахристанов. Средневековье арабо-персиязычный автор Ибн Хардабех аль-Истархи Ибн Хаукаль аль-Мухаддаси содержит сведения об Узгене. Эти историки писали, даже в Узгене существовал это водоканал 2300 лет тому назад. Так. Реставрация 1970-80-х годов. Институт киргиз-реставрации провел масштабную реставрационную работу в Узгенском археолого-архитектурных комплексах Помасин, Иманкулов и Канкабаев. Параллельно велись раскопки Винник, Заурова, Горячего проводили раскопки в различных частях Узгена, включая вскрытие погребений в мавзолеях. Исследования периода Российской империи заложили основу научного изучения памятников города Узген, а в советский период эти работы были укреплены и получили дальнейшее развитие. В городе Узген это исторический музей был открыт в 1981 году, 21 августа, Объединенный историко-культурический музей-заповедник. 1982 года, 23 апреля, постановлением ЦК номер 242 от 23 апреля 1982 года ЦК Компартии Совмина Киргизской ССР Орский музей-заповедник официально создан. Узген вошел в его состав как филиал. В 1221 году в фестивале Мунара 2021 президент Кыргызской республики Садыр Жапаров назвал исторический комплекс Узгена одним из киргизских чудес. Постановление Кабинета министров Кыргызской республики от номер 151 от 22 марта 2022 года филиал реорганизован в самостоятельный субъект Узгенской государственной историко-культурный музей-заповедник. Музей-заповедник сегодня, структура и фонда. Минарет, Узгенская башня, минарет – символ комплекса и объектов архитектурного изучения. 3 мавзолея расположены на прилегающей территории площадью 3,5 гектара. 3 шахристана, юго-западной 3 части города Узген. При реорганизации музея насчитывалось 170 экспонатов, полученных путем сборов на поверхности шахристанов и переданных неравнодушными гражданами. Главной ценностью были 18 мусульманских надгробий эпитафии, хранящиеся в Северном мавзолее. Если наши минареты и мавзолеи построены тысячи лет тому назад, орнаменты принимаемых минаретов и мавзолеев Узгена убранство памятников сочетает фигурно-кирпичную кладку банна и резную терракоту, куфические эпиграфические фризы и геометрические композиции, почерк караханитской школы орнамента. Государственная программа «Тайная деревная история» 2023-2027 года. Проводятся раскопки на территории первого и второго шахристана под руководством археолога Валерия Кольченко, Институт истории, археологии и этнологии имени Джангиршинова. Национальные объявили
непрерывное развитие городской культуры Узгена с крокодильского периода до наших дней, а также преемственность местных производственных традиций и художественных ремесла. Раскопки 23 года на улице Ленина. В июле-декабре 2023 года в рамках проекта модернизации городской инфраструктуры города Узгена проведены мониторинг аварийно-спасательные археологические раскопки перед территорией Узгенского музея-заповедника под руководством Аманбаева Институт истории, археологии и этнологии имени Джабутинова, Национальная академия наук. Значимую роль формирования команды в выполнении работы сыграл Международный институт центральноазиатских исследований МИЦАИ Самарканд во главе Воякина. Зал экспозиции города Узген в слоях истории. Здесь показано, как в 2023 году, когда проводили канализационные работы, находились вот эти экспонаты. 3 года тому назад вот эти нашли. Вот они. Это фонари, это посуда, пожалуйста. Роль музея-заповедника. Передача археологических материалов музею укрепила его научные, охранные и просветительные функции. Музей-заповедник становится основным институтом комплексной охраны, систематического изучения законного хранения находок. Деятельность направлена на сохранение непрерывной традиции городской культуры и архитектурных памятников для будущих поколений. Узген сохраняет стратегическое значение на Великом Шелковом пути, служит развитию культурного туризма. Спасибо за внимание, коллеги. Всем хорошего дня. Желаю успехов. Спасибо вам большое. Спасибо, что уделили время. Çınarə müəllimə, burada sizi dinləyək, zəhmət olmasa. Bəli, Aynur xanım, buradayam. Çox sağ olun. Çınarə Səfərova, Azərbaycan Dövlət Aqrar Universitetinin dosenti, tarix üzrə fəlsəfə doktoru. Buyurun Çınarə müəllimə, zəhmət olmasa sizi dinləyirik. Salamlayıram, konfrans iştirakçılarını, qonaqları salamlayıram. Təşkilatınız üçün təşəkkür edirəm Aynur xanım. Çox sağ olun Mən müəllimə. konfransda deməli Gəncənin tarixini yaşadan 16-18-ci əsrdə inşa edilmiş memarlıq abidələri haqqında danışmaq istəyirəm. Və xüsusən də həmin dövrdə inşa olunan Gəncə qalası, Şah Abbas məscidi, Çökək hamam, eyni zamanda Uğurlu xan karvansaraları, yəni dediyim bu dövrdə inşa edilmişdir. Və eyni zamanda bu memarlıq abidələri həm də Gəncənin o dövrdəki, yəni 16-18-ci əsr sosial mədəni həyatını əks etdirən dəyərli irs nümunələrindəndir və son dövrdə də əlbəttə ki, dövlətimizin xüsusən diqqəti nəticəsində aparılan yenidən qurma və bərpa işləri sayəsində də bu abidələr qorunmuşdur və bu gün də öz mədəni əhəmiyyətini saxlamaqdadır. Və mən ilk növbədə Gəncədə, yəni ilk növbədə həmin dövrdə inşa edilən 16-cı əsrin ikinci yarısında, yəni inşa edilmiş memarlıq abidələrindən olan Gəncə qalası haqqında danışmaq istərdim və hansı ki bu qala Osmanlı və həmin dönəmdə bəllidir ki, Azərbaycanda Azərbaycan, yəni Səfəvilər dövləti mövcud idi, böyük imperiya şəklində və o dövrdə Osmanlı və Səfəvi imperiyalar arasında da müharibələr getdiyi bir dönəm idi və əsasən də qalalar ümumiyyətlə müdafiə məqsədi ilə inşa edilmişdir və bu qalada Sultan 3-cü Muradın əmri ilə Qafqazdakı Türk qoşununun komandanı olan Fərhad Paşa
yəni Gəncənin deməli bir neçə kilometrliyində şəhərin işğalından bir il sonra 1588-ci ildə tikdirmişdir və Gəncə qalası ümumiyyətlə Gəncə çayının sol sahilində inşa edilmişdir və bu qalanın divarlarının ümumi uzunluğu 13,7 kilometr və hündürlüyü isə 12 metrdir. Və tikintinin ümumiyyətlə bizə gəlib çatmış planına əsasən ümumiyyətlə həmin dövrdə qala boyunca 30-a yaxın bürc inşa edildiyi qeyd olunmuşdur və aparılan tədqiqatlara əsasən bu bürclər Gəncə çay sahil boyunca uzanan divarlarda həmçə qalanın günbatan tərəfində tikilmişdir və sözsüz ki, bu da çay və dərə yaxınlığında ümumiyyətlə ki, bu təbii müdafiə xarakteri daşıyırdı. Eyni zamanda qalanın daha da genişləndirilməsi və möhkəmləndirilməsində 1-ci Şah Abbas və Cavad xanın hakimiyyəti dövründə xüsusilə bu baş tutmuşdur. Onu da deyim ki, Gəncə şəhərinin bugünkü bizə çatan memarlıq abidələri içərisində xüsusən Şah Abbasın dövrünü əks etdirir. Yəni onun dövründə Gəncə daha da çiçəklənmişdir və memarlıq incilərinin çoxusu da məhz o dönəmdə inşa edilmişdir. Yəni mən az öncə də vurğuladım. Çökək hamamdır, Şah Abbas məscididir. Ancaq məlumdur ki, Azərbaycan ümumiyyətlə ki, elə bir təhlükə ilə üzləşdiyi dönəmlər olmuşdur. Hansı ki, 1804-cü ildə şəhər rusların hücumuna məruz qalarkən Gəncə qalası da işğal olunmuşdur və onun əsasını təşkil edən Xan Sarayı da dağılmışdır. Düzdür, müəyyən dövrə qədər, yalnız belə deyim, dövrümüzə qədər müəyyən hissələr gəlib çatmışdır. Onu da vurğulayım ki, Gəncənin ümumiyyətlə 17-ci əsr memarlığının şah əsərlərindən biri Şah Abbas məscididir. Yəni digər adı ilə Gəncə Cümə məscidi də adlandırılır və ümumi olaraq Gəncə Cümə məscidi ümumiyyətlə biraz memarlıq kompozisiyasına nəzər salsaq, burada həmin dövrdə yəni plan quruluşludur, yəni orta əsr memarlığını əks etdirir və bu möhtəşəm memarlıq abidəsinin əsas memarı Şeyx Bahəddin Məhəmməd Amili hesab edilir və eyni zamanda bu məscidin binasının qarşısında da əlavə 2 minarə tikilmişdir və bu minarələr də xüsusi belə deyək ki, bu məbədin necə deyim, kub şəklində olan abidənin böyük günbəzi xüsusilə diqqət cəlb edir və Şah Abbas məscidində eyni zamanda diqqət eləsək ki, o minbər üzərindəki oyma bəzəklər o dövrdə şəbəkəçilik sənətinin də gözəl nümunələrindən sayılır və hətta ümumiliklə abidəyə diqqət yetirsək, burada 12 hücrəli və eyni zamanda qadınlar üçün nəzərdə tutulmuş geniş belə deyək, ibadət zalının döşəməsində 3 deməli şəbstərini özündə birləşdirən geniş ibadət zalının döşəməsindən tavana qədər ümumiyyətlə günbəzin orta həddinə qədər ümumi hündürlük 15 metrdir və həmin hücrələrdə hətta Azərbaycanın böyük şairi olan istedadlı xəttat Mirzə Şafi Vazeh də uzun müddət çalışmışdır və hətta o xəttatlıq işlərinin bəziləri onun əl işləri olduğu vurğulanılır və eyni zamanda Mirzə Fətəli Axundov da bu hücrədə Mirzə Şafi Vazehdən dərs aldığı vurğulanır. Onun ümumiyyətlə qeyd etmək istərdim ki, Gəncə şəhərində yerləşən məşhur Şah Abbas məscidi abidə kompleksinə daxil olan digər bir memarlıq abidələrindən biri də Çökək hamamdır. Çökək hamam da 1606-cı ildə inşa edilmişdir və bu hamamın memarı da Şeyx Bahəddin Məhəmməd Amilidir. Və o Səfəvi hökmdarı Şah Abbasın əmri ilə tikildiyi üçün hətta xalq arasında Çökək hamama Şah Abbas hamamı da deyirlər. Amma onu vurğulayım ki, Çökək hamam adlanması ümumiyyətlə ki, bu memarlıq abidəsinin texniki quruluşundan irəli gəlir. Çünki o dönəm deməli suyun təzyiqini təmin etmək məqsədi ilə hamam yer səviyyəsindən aşağıda inşa edilmişdir və odunla qızdırılırdı. Kilinin altındakı zirzəmidə də 2 buxar qazanı yerləşirdi və onlar bu qazan deməli qızdırıcı soba rolunu oynayırdı ki, hansı ki bu su qızdırılarkən
qazanın altında yandırılan həmin o odunun tüstüsü zirzəmiyə yönəldilir və bu buxar vasitəsilə həm döşəmə, həm də deməli divarlar isidilirmiş. Eyni zamanda hamamın ümumiyyətlə ki, diqqət yetirsək, havalandırma sistemi, yəni hansı ki, bu hamamın 2 böyük və 5 kiçik günbəzi var. Bu günbəzlərin kənarlarında da eyni zamanda havalandırma deməli funksiyasını yerinə yetirən diqqət eləsək, yəni yarım günbəzlər tikilib ki, və həmin o yarım günbəzlər də deməli oradan çıxan ventilyasiya borularıdır ki, o divarların içərisində birbaşa məkana doğru ayrılır. Düzdür, hazırda bu tikili ümumiyyətlə dekorativ tədbiqi sənət mərkəzi kimi fəaliyyət göstərsə də, ümumiyyətlə ki, 2002-ci ildən etibarən beynəlxalq əhəmiyyətli abidə kimi dövlət tərəfindən qorunmaqdadır. Digər, yəni vaxtınızı çox almaq istəməzdim və bu dönəmdə inşa edilən memarlıq abidələrdən biri də Uğurlu Xan Karvansarayıdır. Yəni danışdığım bu dövrdə inşa edilən memarlıq abidələrindən biri də, yəni Şah Abbas Karvansarayının yaxınlığında Uğurlu Xan Karvansarayı yerləşir ki, bu da deməli 1663-64-cü illərdə Gəncə bəylərbəyi olan deməli Mursaqulu xan Ziyadoğlunun qardaşı oğlu Uğurlu xanın maliyyə dəstəyi ilə tikilmişdir. Yenə də ümumiyyətlə ki, bu gün də Heydər Əliyev Fondunun yəni diqqətində olan əsas memarlıq abidələrindən biri də budur. Ümumiyyətlə ki, dövlət əhəmiyyətli abidədir. Uğurlu Xan Karvansarayı günümüzə qədər də gəlib çatmışdır və bu eyni zamanda Şah Abbas məscidi, eyni zamanda Uğurlu Xan Karvansarayı çünki hamam Cənab Prezidentin xüsusi tapşırığı ilə yenidən bərpa edilmişdir. Eyni zamanda bu karvansarada da 2012-ci ildə təmir bərpa işləri aparılmışdır. Yəni yeni layihə əsasında bugün də demək olar ki, mən onu vurğulayım ki, 2020-ci ildə Şah Abbas və Uğurlu Xan Karvansara kompleksi yenidən yəni istifadəyə verilmişdir və istifadəyə verilməsində də xüsusən də bayaq vurğuladığım kimi Cənab Prezidentin və Mehriban xanımın xüsusi diqqəti əsasında, hətta onların iştirakı ilə yenidən 2020-ci ildə bu saray kompleksi istifadəyə verilmişdir. Göründüyü kimi, yəni 18-ci əsrdə tikilmiş memarlıq abidələrindən Cavad xan dəftərxanasını vurğulaya bilərik və ümumiyyətlə belə bu tədqiqatlar göstərir ki, yəni Gəncə şəhəri 16-18-ci əsrlərdə Azərbaycanın memarlıq tarixində mühüm yer tutmuş. Eyni zamanda bu dövrdə yəni inşa edilən tarixi belə deyim, eyni zamanda mədəni irsə malik olan abidələr, hansı ki Gəncə qalasıdır, Şah Abbas məscididir, Kökək hamamdır, eyni zamanda Şah Abbas və Uğurlu Xan karvansaralarıdır. Cavad xan dəftərxanasıdır ki, məhz o dönəmdə memarlıq inkişafının bariz nümunəsidir. Sözsüz ki, Azərbaycan Səfəvilər dövlətinin deyərdim ən Səfəvilər dövlətinin zirvə nöqtəsi sayılan hansı ki Şah Abbas dönəmidir ki, bu işlərə xüsusilə də diqqət yetirilmişdir və sözsüz ki, o dövrün bu memarlıq abidələri bizim üçün həm də tək yəni ictimai və yaxud da ki, o dövrün iqtisadi həyatının və yaxud da ki, məsələn, məscidin istifadəyə verilməsi İslam dininin o dönəmdə daha belə deyək ki, inkişafını göstərir. Yəni, tək dini həyatı əks etdirmir bu tikililər. Eyni zamanda mənəvi tarixi baxımından da böyük əhəmiyyət daşıyır. Diqqətinizə görə çox sağ olun. Aynur xanım, dəvətiniz üçün də təşəkkür edirəm. Səsim gəlir də yəqin ki. Bəli, Çınara müəllimə çox sağ olun. Biz də sizə təşəkkür edirik ki, vaxt ayırıb tədbirimizə qoşuldunuz. Geniş və ətraflı şəkildə həmişə olduğu kimi tarixi abidələrimizə toxularaq onlar haqqında dəyərli məlumat verdiniz. Çox sağ olun müəllimə. Təşəkkür edirəm sizə. Çox sağ olun Aynur xanım. Mən təşəkkür edirəm. Sağ olun.
Və sonda öz fikrimi də yekunlaşdırmaq istərdim. Dəyərli Qazaxıstandan və Qırğızstandan qoşulan qonaqlarımıza xüsusi təşəkkürümü bildirərdim. Также выражаю особую благодарность нашим уважаемым гостям из Казахстана и Кыргызстана. Большое спасибо за то, что нашли время и приняли участие в нашем мероприятии. Для нас большое честь и удовольствие приветствовать вас сегодня. Və sonda bu mühüm elmi tədbirlərin təşkilində əməyi olan hər kəsə öz xüsusi təşəkkürümü bildirirəm. Eyni zamanda qoruq əməkdaşlarına da xüsusi təşəkkür edirəm ki, onlar da vaxt ayırıb bizim tədbirimizdə iştirak etdilər. Xüsusilə Qazaxıstan və Qırğızstandan dəvət olunmuş dəyərli qonaqlarımıza, alim və arxeoloqlarımıza, tarixçilərimizə xüsusi minnətdarlığımı ifadə edirəm. İnanıram ki, bu görüş yalnız bir elmi tədbir kimi deyil, eyni zamanda Azərbaycan, Qazaxıstan və Qırğızstan arasında mövcud olan tarixi mədəni əlaqələrin daha da bundan sonra da möhkəmlənməsinə səbəb olacaqdır. Və Azərbaycan, Qazaxıstan və Qırğızstan xalqları arasında dostluq, qardaşlıq və qarşılıqlı elmi mədəni əməkdaşlıq daim möhkəmlənəcəkdir. Diqqətinizə görə hər birinizə xüsusi təşəkkür edirəm. Çox sağ olun ki, vaxtlarınızı Almaz bəy Саламатсыздарбы, урматтуу бүгүнкү конференциянын уюштуруучулар Азербайжандык биздин коллегаларга чоң ыраазычылык билдиребиз. Бул Çok sağ olun. биринчи Biz гана de teşekkür ederiz. конференцияларыбыз болбосун, мындан ары дагы буйруса далай жакшы иш-чараларды бирге өткөргөнгө биз тилектешпиз. Биздин кыла турган ишибиз, аткара турган жумуштарыбыздын баардыгы бир музей тармагы. Ошондуктан баарыңыздарга ийгилик каалайм. Бирок айрыкча сиздерге, мына азербайжандык коллегалар, сиздерге чоң рахмат. Бүгүн уюштуруп, убактыңыздарды бөлүп баарыбызды маалыматтар менен тааныштырганыңыздарга. Биз чоң кубанычтабыз сиздер менен жүз көрүшкөнгө. Рахмат. Çok sağ olun. Biz de size kısa teşekkürümüzü bildirecek öz direktörümüz Vüsal müəllim adından. Çok sağ olun ki, teşekkür edirik ki, vaxt ayırıb bizim dəvətimizi qəbul etdiniz və geniş və ətraflı şəkildə məruzə etdiniz. Dostluğumuz, qardaşlığımız daimi olsun. Teşekkür edirəm sizə, hər birinizə. Çox sağ olun. Diqqətinizə görə təşəkkürlər.